2023-cü ildə qəbul imtahanına düşən növbəti suala baxaq 25-ə. Cümlələrə əsasən deyil, doğru fikirləri müəyyən edin. Gəlin cümlələri oxuyaq. Adamlar yaxalarını bərk-bərk bağlayaraq boyunluqlarını yuxarı çəkdilər. Açıq hava dərisini bir qədər yandırdığından yanaqlarında təbii bir qırmızılıq görünürdü. Yoxlayaq fikirləri. Cümlələrdən yalnız birində həm təsriflənən, həm də təsriflənməyən feillər işlənib. Baxaq, adamlar yaxalarını bərk-bərk bağlayaraq. Araq, ərək nədir? Feili bağlamaq. Burada var təsriflənməyən feil. Açıq hava dərisini bir qədər yandırdığından. Dıq plus mənsubiyyət. Bu nədir? Feili sifət. Nəmi? Feili sifət. Demək, nə deyildi? Yalnız birində. Bu fikir yanlış oldu. Çünki hər ikisində təsriflənməyən feil iştirak eləyir. Birinci cümlədəki düzəltmə sözlərinin kökü isimdir. Gəlin yoxlayaq. Adamlar sadədir. Yaxa sadədir. Bağ sözün kökü bağlamaq oldu. Düzəltmə və kökü isimdir. Boyun isimdir. Boyunluq da demək isimdən düzəldi. Yuxarı heç zərfdir. Çəkdilər də feildir. Demək, birinci cümlədəki düzəltmə sözlərinin kökü isimdir. Doğru fikir oldu. Hər ikisinin kökü isim oldu. Hər iki cümlədə məlum növdə işlənmiş bütün feillər quruluşca düzəltmədir. Gəlin baxaq. Demək, bağlayaraq məlum növdə düzəltmədir. Çəkdilər. Bu nədir? Bu da məlum növdə. Amma çəkməkdən deyil zamanlarda cəmiyyət çəkirdici. Ona görə bu düzəltmə olmadı. Bu fikir də yanlış oldu. 3-ü götürmürəm. Sonra 4-ə baxaq. Hər iki cümlədə feili birləşmə ilə ifadə olunmuş zərflik var. Demək, boyunluqlarını yuxarı çəkdilər nə tərzdə? Yaxalarını bərk-bərk bağlayaraq. Feili bağlama tərkibi tərz hərəkət zərfliyi olur. Bu düzdür. Burada var. İkinci cümləyə baxaq. Açıq hava dərisini bir qədər yandırdığından. Nə üçün? Burada da səbəb zərfliyi var. Hər ikisində zərflik var. Doğru oldu fikir. İkinci cümlədə düzəltmə sifətin kökü və başlanğıc forması fərqli hissəsidir. İkinci cümlədəki düzəltmə sifət nədir? Açıq. Açmaq sözündən açıq sifəti yarandı. Biraz buraları təmizləyək. Demək, açmaq sözündən açıq sifəti yarandı. Demək, kökü nədir? Feil. Feil. Başlanğıc forması nədir? Açıq sifəti. Sifət. Başlanğıc forması və kökü nədir? Fərqli hissəsinə aiddir. Doğru fikir oldu. Yəni 5-i də götürəcəm. İkinci cümlədə qayıdış növdə olan feil keçmiş zamandadır. Görünürdü. Öz-özünə görünürdü. Qayıdış növdədir. Bilirik. Görməkdən görünmək. Amma indiki zaman şəkilçisidir. Bu ona görə keçmiş zamandadır fikri yanlış olacaq. Daha doğrusu bunu götürürük.